Sizcə tutalım Şəfanı Premyer Liqaya daşıyan bir məşqçini göndərmək haqsızlıq deyilmi? Yox, haqsızlıq deməzdim. Yəni yenə deyirəm, onun görünməyən tərəfləri var. Yəni haqsızlıq. Söhbət Elgiz Kərəmlidən gedir. Elgiz Kərəmlidən gedir, bəli başa düşürəm. Yəni burada görünməyən tərəfləri var, yenə deyirəm. Yəni Elgiz yaxşı olandı, Elgiz bəli çempion elədi. Amma Elgiz yetər qədər təcrübə topmalıdır, yetər qədər böyüməlidir məşqçi kimi. Yəni daxili problemlər var, onların çoxsunu açıqlamaq istəmirəm. Yəni bir şey deyə bilərəm ki, sadəcə məşqçi o deyir ki, yəni futbolçu desən sağa sola qaç, taktika belə elə. Məşqçi idarəçi olmalıdır. Həmişə demişəm, onun məşqçi idarəçi olmalıdır. Məşqçi komandanın üstündə elə bir idarəçi olmalıdır ki, onun kəlməsi olmadan, yəni komandanın içində bir quş uça bilməz. Yəni ona görə məşqçi sözündə yekdil olmalıdır, bərk olmalıdır. Bu şeylər yəni başa düşürəm, Elgizdə təzədir, yavaş-yavaş təcrübə toplayacaqdı. Ona görə də Elgizdən görüşəndə müraciət elədik ki, Elgizə Elgiz gəlsən komanda hansı məşqçi gələcəksə onun köməkçisi ol və yetər qədər təcrübə topla. Üstəlik də ki, sən bu sxemlə oynayırsan, Atalantanın sxemi ilə səni göndər Atalantanın məktəbinə və yaxud o icazəli Hansa pro almalıdır, A kateqoriyası var. Proda get, Atalantada təcrübə keç, yetər qədər təcrübə topla. Yəni bilmək olmaz məşqçidə başqa məşqçi gələcək, hansısa bir müddətdən sonra bir nəticə verməsin. Yəni sən hər zaman hazır ola bilərsən, amma hal-hazırda sən hazır deyilsən, ona görə sən təcrübə toplaman lazımdır. Yəni daxilə girmək istəmirəm. Yəni bu bir mənim qərarımdır, bu müzakirələrdən sonra qərar verdik. Yenə deyirəm, yəni elə bir vəziyyətdir ki, biz yetər qədər büdcə ayırmışdıq. Bundan sonra da yetər qədər büdcə ayıra bilərik. Yəni o büdcəni biz istəsək də çöl ata bilmərik. Hə, demirəm gələn məşqçi də partladacaq, gələn kimi nəticəli olacaq, amma ümumi belə, yenə deyirəm, idarəçi zəif olsa biz göz görə buna göz yuma bilməzdik. Ona görə də bu belə anlaşdıq, belə razılaşdıq. Elgizdən asıqsıq. Elgiz amma deyir ki, mən köməkçi istəmək istəmirəm. Mənim ambisiyalarım var, baş məşqçi istəmək istəyirəm. Yəni Elgizdə uğurlar arzuladıq və inşallah ki, yenə deyirəm, qismət olacaq. Yəni bəlkə Elgiz yenə gəldi, bizdən işlədi.